Salam dostlar, bu mövzumuzda biz danışırıq amortized alqoritmlər. Ümumiyyətlə amortized nə deməkdir? Amortizasiya olunmuş, yəni əməliyyat sayını balansda saxlamaqla kodun sürətli işlənməsinə səbəb olur. Yəni bəzi hallarda bizə görünə bilər ki, əməliyyat sayı çox gedir. Məsələn, bu iç-içə dövrdə də özünü göstərə bilər. Ümumiyyətlə iç-içə məsələn for dövrü olsun, while dövrü olsun. Amortized alqoritmlər artıq xüsusi optimal yanaşmalardır ki, əməliyyat sayını, yəni orta əməliyyat sayını müəyyən məhdudiyyətdə saxlayır və heç bir zaman zaman limitini aşmırıq. Bunlar two pointers nümunəsi, iki göstərici texnikası, sliding window, nearest smaller element, greater element. Bunu biz monoton stacklə yəni həll edirik. Bir də disjoint set union, əslində bu mövzu bizdə çox irəlidədir. Yəni 4-cü fəsildə qraflarda keçdiyimiz mövzudur. Gəlin birinci baxaq, two pointers, yəni iki göstərici nə deməkdir? Klassik nümunə kimi iki göstərici texnikası two sum, iki cəm məsələsi. Deyir ki, massivdə elə iki ədəd tapın ki, onların cəmi S-ə bərabər olsun. Massivdə elə iki ədəd tapın ki, onların cəmi S-ə bərabər olsun. Yəni AI üstəgələk AJ bərabərdir S şərti ödənsin. Burada hər zaman bir şey yadda saxlamalıyıq ki, yəni bütün cütlükləri nəzərdən keçirmək sərfəli yanaşma deyil, optimal yanaşma deyil. Yəni biz iç-içə dövr qurub bütün cütlüklərə baxa bilərik ki, məsələn AI üstəgələk AJ S olsun. Bu da n 10^5 olarsa zaman limitini aşacaq. Amma n-in 1000, 2000 qiymətində optimal işləyəcək. Ümumiyyətlə bu məsələnin fərqli yanaşmaları da ola bilər. Məsələn binary search-lə map istifadə edərək biz adətən bu tip sualları görəndə məsələn, AI üstəgələk AJ bərabərdir S verilibsə, biz buradan AJ-ni sağa keçirdib, AI bərabərdir S çıxılsın AJ şəklində yazıb, daha fərqli bir yanaşma eləyə bilərik. Amma bizim mövzumuz iki göstərici texnikası olduğu üçün biz bu məsələni həmin yanaşmala həll edəcəyik. Deməli, burada bizə lazımdır siyahını artan sırada düzmək. Artan sırada siyahını düzürük və burada ən sola sol göstərici qoyuruq və bir dənə də ən sağa sağ göstərici qoyuruq. Məsələn, biz burada tutaq ki, axtarmaq istəyirik 16 cəmini. Məsələn, -8 ilə 45-i toplayırıq. Baxırıq ki, 37 eləyir. 37 16-dan böyük olduğu üçün deməli biz cəmi kiçiltməliyik. Cəmi kiçiltmək üçün siyahı artan sırada olduğu üçün sağ göstəricini sola çəkə bilərik. Məsələn, sağ göstəricini sola çəksək, -8 ilə yenidən 10-u yoxlayırıq. Bu cəm bizə 2 verir. 2 də 16-dan kiçikdir. İndi isə cəmi böyütməliyik. Onda R sağ göstərici yerində qalır. Sol göstəricini sağa çəkirik. Və bu zaman 1 ilə 10-un cəmi 11. Bu da 16-ya hələ çatmır. Yenə solu sürüşdürürük ki, böyüdək cəmi. 4 ilə 10-un cəmi 14. Hələ yenə də 16 hədəfinə çatmamışıq. Və bir dəfə də sürüşdürüb 6 ilə 10-un cəmi 16 və biz 16 cəmini düzəltdik. Yəni burada left, right hər ikisi bir-birinə yaxınlaşır. Çünki biri soldan, biri sağdan başlayıb. Düzdür, bəziləri bunu binary search-lə qarışdırır. Amma bu binary search-lə eyni deyil. Çünki binary search log n əməliyyatına işləyir. Yəni çox-çox sürətli bir axtarışdır. Amma two pointers ON əməliyyatına, yəni sıralamanı çıxsaq, biz burada indi əvvəlcədən sıralamışdıq. Yəni bu sıralamanı saymasaydıq, məsələn burada left sağa, right sola doğru hərəkət elədiyi üçün ən çoxu, yəni n əməliyyatdan sonra biz cavaba əmin oluruq ki, orada həmin cəm var yoxsa yox. Çünki bunlar bir-birinə n əməliyyatdan sonra, ən pis halda n əməliyyatdan sonra çatırlar. Deməli biz iç-içə dövr qurmaq əvəzinə, yəni ON kvadratı yox, ON əməliyyatına məsələni həll edirik. Əgər burada həmin cəm düzəlməyəcəksə, deməli left gəlib right-i keçir. Yəni left sağa, left right-ə bərabər olur və ya da right sola gedib left-ə bərabər olur. Ona görə biz bu alqoritmin şərtində yazırıq ki, nə vaxta qədər ki left right-dan kiçikdir, biz bu cəmi axtarmağa çalışırıq. Tapşırıqlarda, yəni bunun klassik nümunəsi var. A tapşırığında deyir ki, elə iki ədəd varmı ki, cəmi x olsun, varsa yes, əks halda no veririk. Elə bizim burada göstərdiyimiz, PDF-də də göstərdiyimiz birbaşa həmin məsələnin həllidir. Yəni burada heç biz sıralamamışıq, çünki məsələnin şərtində qeyd olunub ki, massiv artan sırada verilir. Left right-dan kiçikdirsə, cəmi tapmışıqsa yes veririk. Əks halda iki dənə vəziyyətimiz var. Ya cəm x-dan böyükdür, onda cəmi kiçiltmək üçün sağ göstəricini sola çəkirik, azaldırıq ki, cəmimiz azalsın.
əks halda solu sağa çəkirik ki, cəm böyüsün. Bu şəkildə məsələni həll edə bilərik. Burada bir daha qeyd eləyək ki, R 1-1 azalır, L da 1-1 artır. Deməli, L ilə R-in ən pis halda n əməliyyatdan sonra bir-birinə gəlib çatması o deməkdir ki, cavab no-dur. Yəni, əgər heç bir zaman bu şərt ödənməsə, çıxışa no veriləcək. İki göstərici ilə başqa nələrə baxa bilərik? Tapşırıqlarımızda gəlin baxaq, maraqlı məsələlərdən nə var? Məsələn, bəzən olur ki, şərtində bizə birbaşa bərabərdir x yox, birbaşa bərabərdir x yox, məsələn, x-dan böyük bərabər və yaxud da x-dan kiçik bərabər göstərilə bilər. Yəni, bunlara da diqqət eləməliyik. Orada biz sadəcə şərti dəyişəcəyik, onsuz da çox da böyük bir şey dəyişməyəcək. Gəlin baxaq C tapşırığına. Məsələn, burada deyir ki, elə bir biz buradan 2 ədəd tapmalıyıq ki, yəni qısaca da məsələnin şərtində deyir ki, buradan 2 dənə komanda yoldaşı tapmalısan ki, onların reytinqləri cəmi sənin reytinqindən böyük olmasın. Reytinqləri cəmi bizim reytinqimizdən böyük olmasın. Məsələn, tutaq ki, 3 ilə 4-ü götürsək, böyük deyil, 7 eləyir. Məsələn, 3 ilə 5-i də götürə bilərik, 8-i aşmır, 8-in elə özü eləyir. Ümumiyyətlə, bunu etmək mümkün deyilsə mənfi 1 veririk və etmək mümkündürsə, mümkün qədər maksimal cəmi düzəltməliyik. Yəni, 8-ə ən yaxın, 8-dən kiçik bərabər olan maksimal cəm düzəltməyə çalışmalıyıq. İndi bunun iki göstərici texnikasına əlaqəsi nədir? Elə bayaq qeyd elədiyimiz kimi, eyni şəkildə burada da bunları artan sırada düzsək, bir dənə soldan, bir dənə sağdan götürüb, sadəcə şərtində biz deyəcək ki, x-dan kiçik bərabər, yəni bizim reytinqimizdən kiçik bərabər cəm düzəltmiş isə, onda bunu yadda saxlayaq və daha böyük cəm axtarmağa çalışaq. Yəni, left-i yenə irəli sürüşdürək ki, cəmi artıraq. C məsələsində sadəcə 2 şərt kifayət eləyir, düşünürəm. Çünki burada artıq kiçik bərabər, biz normalda bura konkret k-ya bərabər olan cəm axtarırıqsa, bərabər yazırıq. Amma indi k-dan kiçik bərabər cəm axtarırıq. Sadəcə o cəmin mümkün qədər maksimum olmasını istəyirik. Mümkün qədər maksimum olması o deməkdir ki, əgər elə bir hal tapmışıqsa ki, k-dan kiçik bərabərdir, onda bunu yadda saxlayırıq bir maksimum dəyərdə, sonra left-i irəli çəkirik. Yəni, biz deyirik ki, məsələn, 3 ilə 4-ün cəmi 8-dən kiçikdir, bu cavabı yadda saxlayaq, amma left-i sürüşdürək, biraz da böyük cavab axtaraq. Ki, görək, daha da böyük cavab varmı həmin 8-ə yaxın olan. Və bu tapşırıqda onsuz da o şəkildə biz 3 plus 5, 8-i tapmış oluruq. Məsələn, burada nümunəyə baxsaq, məsələn, ən böyük 25-dir, ən kiçik 1-dir. 25 ilə 1-i toplayırıq, elə ki 19-dan çox-çox böyük eləyir. O zaman right-ı sola çəkəndə 20 ilə 1-in cəmi 21. Yenə right-ı sola çəksək, 20-dən sonra kiçik ədəd 12 olacaq. 12 ilə 1 artıq 19-dan kiçikdir. Onda 12 gözləyəcək, sol tərəfi irəli çəkəcək. Sol tərəfi irəli çəksək 4, 4 ilə 12-nin cəmi. Məsələn, şərti ödədiyi üçün yadda saxlayırıq. Yəni, bundan əvvəlkini də yadda saxlamışıq ki, 20 ilə 12 ilə 1-i cəmlədik, 13-ü yadda saxladıq. Amma left-i sürüşdürüb 4 ilə 12-ni toplayıb 16 daha optimal seçimdir. Ki, 16-nı yadda saxlayırıq. Sonra 5, üstə gələk 12, 17 daha yaxındır. 17-ni yadda saxlayırıq və bu şəkildə davam eləyəndə 8 ilə 12 artıq 20 və burada left right-ə gəlib çatır. Ondan biz axtarışı bitiririk və cavabımız ən yekunda 17 qalır. İki göstərici texnikası bəzən düşünürük ki, həmişə soldan və sağdan başlayırıq, amma elə deyil. Yəni, elə məsələlər var ki, hər ikisini eyni yerdən də başlada bilərik. Məsələn, F sualı. F sualında deyir ki, ardıcıl otellər də bunlar düzülüblər. Yəni, biz burada artıq sıralama eləyə bilmərik. Necə varsa o şəkildə baxırıq məsələyə. Deyir ki, ardıcıl gələn maksimal cəm axtarırıq biz burada. Maksimal cəm axtarırıq, amma o cəm 12-ni aşmasın. Yəni, əvvəlki məsələyə bənzəyir, amma əvvəlki məsələdə biz sadəcə 2 dənə ədəd axtarırdıq. Ümumiyyətlə, 2 dənə nəyinsə axtarılması adətən bizə 2 göstərici texnikasını xatırladır. Yəni, %90% bizim üçün ipucu ola bilər ki, biz məsələni o şəkildə həll edək. Bəzən də olur ki, ardıcıl bir alt massiv kimi baxıb, məsələn, sol göstərici və sağ göstərici hardasa qoyub, o aralıqdakı bütün ədədləri mərhələli şəkildə cəmləmək. Bu da 2 göstərici ilə həll oluna bilir. Məsələn, gəlin baxaq, burada ardıcıl gələn maksimal
yəni 12-ni aşmayan cəm hansıdır? Məsələn, biz götürürük hər iki nöqtəni bu tərəfdən başladırıq. 2-ni götürürük, left qalır yerində, right-i irəli sürüşdürürük. 1-i də cəmləyirik. 3-ü də cəmləyirik, 6. 4-ü də cəmləyirik, 10. Amma bura keçəndə artıq biz bunu cəmləyə bilmirik. Çünki 12-ni aşır. Məsələn, bura qədər biz ən yaxşı cavabımız 10-dur, deyək ki. Right-i irəli çəkəndə artıq cəm 15 olur deyə right yerində gözləyir və soldan başlayırıq irəli sürüşdürməyə. Soldan sürüşdürdükcə cəmdən azaldırıq. Yəni, deyirik ki, buradan davam eləsəydi, 1, artıq biz 2-ni çıxardırıq cəmdən, 1, 3, 4, 5, hələ də baxırıq ki, 3, 4, 1, 8, bu da 5, 13, hələ ki 12-yə çatmayıb, yenə bir dənə soldan çıxardırıq, 3, 4, 5 və bu zaman görürük ki, cəm 12-ni aşmır, bəli, bu bizim üçün daha optimal bir cavab olur və bu şəkildə right onsuz da ən pis halda n əməliyyatdan sonra bura çatır və əgər right gözləyirsə ki, left də gəlsin ona çatsın, bu da n əməliyyat, toplamda 2n əməliyyat, bu da on götürülə bilər. Yəni, zaman mürəkkəbliyi kifayət qədər sürətlidir. Və burada bizim ən optimal seçimimiz 3 dənə, yəni indeksi ardıcıl gələn alt massiv kimi cəm, maksimum 12. İndi bu məsələnin həlli də iki göstərici ilə biz desək, bəzi hallarda fərqli şəkildə də kod yazmaq olardı buna. Məsələn, while-ın içində while yazmaq olardı. Bu nə deməkdir? Yəni, hələ ki cəm bizdə verilən f məsələsi, bizdə verilən m-ə hələ ki çatmırsa, bizim məbləğimiz budur. Hələ ki bu məbləği aşmırsa, onda biz bu ədədi götürürük, right-ı sürüşdürüb və aldığımız bura qədər maksimal cəmi optimal olaraq yadda saxlayırıq ki, ən sonda bizim cavabımız budur. Əgər biz görsək ki, o cəm aşıb, onda soldan sol göstəricini çəkiriksə irəli, deməli o cəmdən çıxarılmalıdır. Baxın, L-dən R-ə olan ədədlərin biz cəmindən danışırıq. L-dən R-ə olan ədədlərin cəmində biz L-i qabağa çəkdiksə, onda bu ədəd çıxmalıdır cəmdən. Və biz də bunu bu şəkildə optimal yerinə yetirə bilərik. Cəmdən həmin o soldakını çıxardırıq. Yəni, bunu yenidən L-dən R-ə cəm hesablamağa gərək yoxdur. Çünki onsuz da biz müəyyən yerə qədər hesablamışıq. Sadəcə hansısa biri ən soldakı bizə lazım deyilsə, onu cəmdən çıxardırıq və L-i irəli sürüşdürürük. F məsələsinin həllidir. Yəni, burada əslində bir neçə həll var burada. Mən sizə dediyim baxın, while içində while. Bu, həmin F məsələsinin digər həllidir ki, bu bizə çox görünə bilər. Məsələn, amortized sözü onsuz da biz bayaq izah elədik ki, əməliyyat sayı çox görünür, amma əslində elə deyil. Yəni, burada biz alqoritmin zaman mürəkkəbliyini ölçməyi istəsəydik, biz fikirləşirik ki, bu onsuz da while dövründə R ən pis halda n əməliyyatdan sonra gəlir axırıncı indeksə çatır. Deməli, bu while, içəridəki while ən pis halda n əməliyyatdır. Yəni, toplam alqoritm üçün, bu alqoritm üçün bu n əməliyyatdırsa, yəni n əməliyyatdan sonra bu bitəcək. L də həmçinin n əməliyyatdan sonra bitir, n ilə n-in cəmi, yəni bu while bitəndən sonra artıq bu while işləmədiyi üçün bu while başlayır işləməyə, soldan elementi silə-silə, çıxa-çıxa gedir. Onda toplamda yenə on sabit, on xəttli bir zaman mürəkkəbliyi qalır. Yəni, bu məsələni bu şəkildə də yazmaq olardı. While daxilində while, yəni kiməsə görə dəyişə bilər bu seçim. Amma hər ikisi eyni işi görür. Yəni, bu kod da eyni işi görür, bu kod da eyni işi görür. Bu sadəcə if-else şəklində işləyir. Yəni, bu nə deməkdir? Hər dəfə yoxlayır ki, cəm m-i aşmırsa bunu götürür. Burada isə biz bunu while-a salıb yoxlamışıq. Nə vaxta qədər ki, cəm aşmır, bunu artıra-artıra getsin. Nəticədə eyni işi görür. Bu if qayıdır, while-da r-i yoxlayır, yenə də yenidən gəlir. Yəni, burada amma biz r-i bura qoyub, l-i bura qoymuşuq ki, r birdən gəlib sərhədi aşar, onda indeks xətası baş verməsin. Yəni, burada biz diqqət eləməliyik buna. Yəni, hər dəfə bunu cəmləyə R-i irəli sürüşdürürük. Biz unutmamalıyıq ki, R gəlib ən axıra çata bilər və ondan sonra da heç bir element yoxdur. Ona görə bu şərti önə almaq lazımdır. Başqa burada, yəni bir neçə tapşırıqlar var. Məsələn, two pointers'dan həll olunan biz A-nı izah elədik, C-ni izah elədik. Yəni, bunlar elə də çətin məsələlər deyil, tapşırıqlar deyil. F məsələsini izah elədik. Məsələn, burada mənzillər məsələsi var. Maksimal sayda mənzili müştərilərə satmaq, təyin etmək lazımdır. Məsələn, burada da bu tapşırıqda da biz maksimal sayda mənzil vermək istəyiriksə, yəni bir növ
greedy yanaşması da edirik. Yəni ən kiçik ölçülü mənzili ən kiçik ölçüdə istəyən müştəriyə çatdırmağa çalışırıq. Və ona görə burada da hər iki siyahını G tapşırığında artan sırada düzürük və hansı müştəriyə verə biliriksə onu verib, görsək ki, verə bilmirik, deməli ya mənzili sürüşdürməliyik, ya da müştərini. O da baxırıq ki, əgər ümumiyyətlə mənzil kiçikdirsə ölçüsü, onu qabağa çəkib böyüdürük. Əks halda müştərinin ölçüsü, yəni mən istədiyim mənzilin ölçüsü kiçikdirsə, onu irəli çəkirik ki, o balansı saxlayaq. Məsələn, burada da biz two pointers tətbiq eləmişik. Həmçinin bu məsələni də dediyim kimi binary search, lower bound, upper bound kimi alqoritmlərlə də həll etmək olar. İndi isə gəlin keçək biz sliding window. Sliding window-la two pointers mövzusunu demək olar ki, eyniləşdirirlər, amma əslində elə deyil. Yəni sliding window-da array-in ölçüsü, alt massivin ölçüsü həmişə sabit qalır. Yəni sürüşən pəncərə deyəndə bir pəncərə sağa sürüşürsə, onun sağı da solu da eyni anda sürüşür deməkdir. Yəni məsələn 3 ölçülü alt massiv, yəni 0 1 2 2 3 4 0 1 2 1 2 3 2 3 4 3 4 5 bu şəkildə sürüşə getməlidir. Amma bənzəyir, yəni bu alqoritm two pointersa o halda bənzəyir ki, hər ikisi eyni yerdən başlayır axı burada. Məsələn bizdə də two pointersda elə məsələ var idi ki, hər iki göstəricini eyni yerə qoyuruq. Yəni ya sola ya da sağa hər ikisini. Onda da sağa doğru başlayırıq sürüşdürməyə. İndi burada da ümumiyyətlə klassik məsələ bizə nə deyir? Deyir ki, K ölçülü hər pəncərədə məsələn minimumu tap. K ölçülü hər pəncərədə minimum deyəndə bu nəyi nəzərdə tutur? Məsələn, pəncərənin ölçüsü 4-dür. Deyir ki, ilk 4 elementi götür, minimumu tap. Məsələn, ilk 4 element minimum 1-dir. Növbəti 4 element, baxın, hər ikisini sürüşdürür. Sağda sürüşdü, solda sürüşdü. 1, 4, 5, 3-də minimum 1-dir. Məsələn, bura keçdik, minimum 3-dür. Bura keçdik, minimum yenə 1-dir. Bura keçdik, minimum 1-dir, bitdi. Pəncərələr burada toplamda nə qədər olur? Məsələn, neçədən elementimiz var? 8 dənə. Toplam 8 çıx 4, yəni K plus 1 dənə pəncərə olur. Yəni 5 dənə pəncərə var burada. 1, 2, 3, 4, 5. Yəni ən sonuncu pəncərə buradan başlayır. N çıx K plus 1-ci indeksdən başlayır. Baxın, buradan ən sonuncu pəncərə. Deməli, N çıx K plus 1 dənə pəncərə olacaq. Və burada bizdən minimumu da soruşa bilər, maksimumu da soruşa bilər, median da soruşa bilər, tam fərqli bir parametr də soruşa bilər. Bu məsələdən asılıdır artıq. Amma biz bir şey bilməliyik ki, yəni bu sliding window texnikidir, yanaşmasıdır. Sliding window texnikası bəs necə həll olunur? Məsələn, klassik məsələ kimi minimum necə tapılacaq burada? Məsələn, multiset istifadə edə bilərsiniz, map istifadə edə bilərsiniz ki, minimumu anında götürə bilərsiniz. Və biz pəncərəni sağa sürüşdürəndə artıq bu element çıxmalıdır axı. Məsələn, bu element əlavə olunub, bu silinməlidir. Onda biz nə edirik? Soldakı elementi orada axtarıb silməliyik. Multisetdə mütləq biri silinməlidir. Yəni, bütün ikilər silinməli deyil. Bir dənə element silinməlidir. Və bu şəkildə n log n zaman mürəkkəbliyi olacaq. İndi burada 2 dənə göstərici götürməyə gərək varmı? Əslində gərək yoxdur. Çünki biz əgər right-ımız hansısa bir nöqtəyə çatıbsa, bizim left-imiz K məsafəsində, K ölçüsündə bir pəncərədirsə, onda bizim leftimiz R çıx K nöqtəsidir. Məsələn, biz 5-cidəyiksə 5 çıx 4 deməli birinci left olmalıdır birincidə. Yəni bu şəkildə R-i qoyanda R çıx K-nı biz oradan silə bilərik. Deməli, yəni istəsəydik L götürə bilərdik, amma yenə deyirəm, burada gərək yoxdur. R çıx K elə həmin o left-i bizə verəcək. Yəni gedib o left-dəki elementi tapıb silir. Zaman mürəkkəbliyinə gəlin baxaq bunun. R kiçikdir n, o n zamandır bu. Və burada da log n istifadə edirik. N log n zaman mürəkkəbliyi. Əslində log n-i bizə burada zaman mürəkkəbliyinə əlavə edən data strukturdur. Yəni hər hansı bir sürətli bizə data struktur lazımdır ki, burada sürətli axtarış eləyə bilək. Və tövsiyə olunandır ki, əvvəlcədən K dənə elementi qoyub ilk pəncərəni düzəldək. Yəni bu nəyə bənzəyir? Məsələn, bizim buradakı alqoritmdə ilk 4 dənə elementi qoyub ilk pəncərəmizi düzəldirik.
Ondan sonra növbətiyə keçəndə bu R çıx K. Baxın, R çıx K. R bura çatıb çıx K-nı, yəni sıfırdan nömrələmişik də, belə deyək ki, sıfırdan nömrələnibsə, bu dördüncüdür. 4 çıx 4, sıfır eləyir. Sıfırıncını silir. Baxın, sıfırıncını silir, 3-ü əlavə eləyir. Yəni olur yeni pəncərə 1, 4, 5, 3. Bu şəkildə işləyir. Və növbətiyə keçir. 4 əlavə olunmalıdır. Çıx 4, məsələn, 1 silinməlidir. Və bu şəkildə həmin o pəncərəni biz sabit saxlamış oluruq. Alqoritmdə, yəni biz ilk pəncərəni düzəltdikdən sonra ilk minimumu veririk ki, ilk pəncərəmizin minimumu budur. Sonra R-i K-ya qoyub, yəni 0, 1, 2, 3, 3-ə qədər elementləri qoymuşuq. İndi 4-cüdən başlayırıq. Növbəti elementi qoyub, R çıx K-nı da silirik. Yəni left-i silirik. Və R-i də irəli çəkirik. Yəni burada ancaq bir göstərici ilə işləyirik. Sadəcə digər göstəricini elə həmin R-dən K-nı çıxmaqla əldə edirik. Hansı tapşırıqlarımız var burada? Super minimum, sürüşən median, sliding window distinct values. Məsələn, burada deyir ki, hər pəncərədə minimumu tap, elə birə-bir bu alqoritmdir. Super minimum, hər pəncərədə. Bunun hətta DQ həlli də var. Yəni ON-ə işləyən multiset əlavə logen zaman mürəkkəbliyinə səbəb olur. Amma minimumdan DQ istifadə eləməklə minimum in DQ mövzusunu bilmək lazımdır bunun üçün. Biz bunu qeyd eləmişdikmi burada? Bəli, baxın, link də qoymuşuq ki, əgər tam sən O1-ə minimumu tapmaq istənsə, loginə yox, O1-ə minimum in DQ alqoritmini tətbiq edə bilərik. Sürüşən median hər pəncərədə medianı tap deyirik. Median da bilirsiniz ki, siyahı sıralı olanda ortada olan element mediandır. Məsələn, L sualında biz düzdür, burada özümüz üçün asanlıq olsun deyə indexed set istifadə eləmişik. Indexed set istifadə edəndə biz həmin medianı gedib indexed setdə axı nömrələmə etmək mümkündür. Ona görə həmin nömrələməni K/1/2 orta elementi tapıb gedib medianı çıxışa verə bilirik. Yəni bu indexed setin xüsusiyyətidir. Red Black Tree təqi altında istifadə olunan indexed set. Bütün əməliyyatları logendir. Amma bunu başqa cür eləmək olardı. Məsələn, adi multiset götürüb, multisetdə upper bound və yaxud da lower bound orta elementi gedib hər dəfə sürüşmədən sonra yeni element əlavə olunur, bir element silinir. Orada sürüşmə zamanı median sağa ya da sola sürüşür ya da eyni yerdə qalır. Yəni bu şəkildə də yanaşma eləyib medianı tapmaq olardı. Bu isə pəncərədə müxtəlif ədədlər nə qədərdir? Mapə yığa bilərsiniz, mapin sayını hər dəfə çıxışa verə bilərsiniz. Soldan element siləndə yoxlayın ki, əgər bu sıfıra düşübsə, onu mapdən silsin. Yəni soldan element siləndə azaldırıq, görürük sıfıra düşübsə silirik və hər dəfə də mapin ölçüsünü çıxışa veririk. Yəni bu hər pəncərədə müxtəlif ədədlərin sayını tapmış olur. Növbəti bizdə çox maraqlı alqoritmlərdən biri nearest smaller element, ən yaxın kiçik elementlər. Bu nə deməkdir? Hər bir element üçün özündən solda və yaxud da sağda ən yaxın olub kiçik elementi soruşa bilər və yaxud da böyük elementi lazım ola bilər bizə. Məsələn, biz burada izah eləmişik özündən kiçik. Məsələn, 1-dən solda özündən kiçik element yoxdur. 3-dən solda özündən kiçik element ən yaxın 1-dir. 4-dən solda özündən kiçik element ən yaxın 3-dür. 2-dən solda 2-dən kiçik ən yaxın element 1-dir. 5-dən solda kiçik 2-dir. Yəni bu şəkildə göstərə bilərik. Yəni istəyirsinizsə birbaşa məsələni açaq. Məsələdə bizdən deyir ki, burada hündür olan ən yaxın. Yəni burada bölgü istəyir, əslində eyni şeydir. Sadəcə burada biz kiçik üzərində izah eləmişik, orada işarəni əksinə dəyişəcək. Yəni məsələn burada 5-dən solda heç bir hündür, böyük bir element yoxdur, -1. 3-dən özündən solda böyük element 5-in özü indeksi 0-dır. Bu 3-dən böyük 5-dir, indeksi 0-dır. 4-dən böyük solda 5-dir, indeksi 0-dır. 9-dan böyük yoxdur, -1 verirsiniz. Məsələn, 2-dən solda böyük elə
9-un özüdür, 4 verib. 7-dən solda böyük ən yaxın 9-un özüdür, 4 verir. Yəni bu şəkildə bizə lazımdır ki, hər bir element üçün bunu tapaq. İndi biz deyirik ki, element sayı 10^5-dir. Element sayı 10^5 isə biz hər bir element üçün özündən sola gedib bundan böyük və yaxud da kiçik elementi axtarsaq, bu ON kvadratı zamandır. ON kvadratı. Amma amortized dediyimiz burada elə bir alqoritm tətbiq edirik ki, monotonik stack deyirlər buna. Əməliyyat sayını hər bir element üçün orta əməliyyat sayı 2 olur. Və bu da O2n toplamda ON asimptotik olaraq hesablana bilər. Yəni ON zamanı biz bunu tapa bilirik. Gəlin baxaq necə. Buna istəyirsiniz bir xüsusi açıqlama verək. Nearest smaller element. Biz axtarırıq hər bir ədədin özündən solda yerləşən kiçik ən yaxın ədədi tapın. Hər bir ədədin özündən solda yerləşən kiçik ən yaxın ədədi tapın. Siyahımız budur. Biraz məsafəli veririk ki, daha aydın olsun. Bu siyahıda biz gəlirik birinci elementimiz. 1. 1-in solunda heç bir şey yoxdur. Yəni 1-dən kiçik. Ona görə bunun üçün cavab -1 veririk. -1. Və bu 1-i siyahımızda saxlayırıq. Bu siyahın əslində stack olur. Yəni bizim bir dənə stackimiz var. Bu stackdə 1-i saxlayırıq. Növbəti 3 gələndə biz deyirik ki, gedək stackə baxaq görək. Stackin topunda 3-dən kiçik ədəd varmı? Əgər varsa, deməli elə 3-ə ən yaxın ədəd budur. Çünki stackin saxladığı elementlər ən sonuncusu həmişə ən yaxında saxlanılır. Yəni topda saxlanılan element əslində ən yaxında saxlanılan elementdir. Ona görə biz baxırıq ki, 3-ün cavabı üçün stackdən gedək axtaraq. Görürük ki, bəli, 1 var və 3 üçün cavab elə 1-in özü olur. Yəni ədəd olaraq, amma indeks olaraq 0-cıdır da bu. Yəni indi bizdə məsələdə indeks istəyirsə biz indeksin verəcəyik. İstəmirsə elə ədədin özünü birbaşa verə bilərik. Və 3-ü də bura əlavə edirik. Çünki 3 növbətilərdə hansısa irəlidə olan element üçün cavab ola bilər. Məsələn, onsuz da 4 ədədinə gələndə biz baxırıq ki, 4-dən kiçik buna ən yaxın stackin elə topundakı ədəddir. Və onun üçün də 4-də də biz stackin topunu deyirik ki, elə 3-dür, ən yaxın buna solda və 4-ü də yerləşdiririk stackə. İndi 2-yə rast gəlinəndə əslində biz baxırıq ki, 2 üçün cavab stackin topundakı cavab deyil. O zaman nə edirik? Deyirik ki, bu ədədi silək stackdən. Silirik. Növbətini yoxlayırıq ki, 3 2-dən kiçikdirmi? Xeyr, bunu da silirik. Növbətiyə çatanda 1 görürük ki, 2-dən kiçikdir. Deyirik ki, hə, onda 2-yə ən yaxın, 2-dən solda kiçik ədəd elə 1-in özüdür. Və yazırıq 1 və 2-ni də əlavə edirik bura. Bəs burada sual yaranır ki, bu 3-4 bizə lazım olmayacaqmı irəlidə? Əslində xeyr, lazım olmayacaq. Çünki bunlardan sonra bizə daha kiçik bir ədəd gəlibsə və sağa doğru ədədlərdə 2 onlara daha yaxın olar, əgər cavab olacaqdırsa. Məsələn, 5-dən solda kiçik ədədlər 3-də, 4-də bu şərti ödəyir. Amma cavab 2-dir. Çünki 2 onsuz da 5-ə daha yaxındır. Ona görə biz artıq bu 3 ilə 4-ə baxmırıq. Bunları siliriksə bir dəfəlik silirik stackdən və onların əvəzində onsuz da bunlardan daha kiçik ədədi biz ora yerləşdirmiş oluruq. Ona görə də 2 stackdə qalır və bu şəkildə davam edirik. 5-ə çatanda 5 üçün biz baxırıq ki, stackin topu cavab 2-dir. Yerləşdiririk 2-ni və 5-i də əlavə edirik. Ümumiyyətlə, hansı bir ədədə çatırıqsa, o ədədi həmişə stackə əlavə edirik ən sonda. 3-ə gəldik. 3-ün solda özündən kiçik ədəd axtarırıq. Stackin topuna baxırıq. Görürük ki, xeyr. Yəni bu şərti ödəmir. 5-i silirik stackdən. Və 2-yə çatırıq. Topda 2. Deyirik ki, bəli, 3-dən kiçikdir 2. O zaman 3-ün cavabı 2-dir. Və 3-ün özünü də bura əlavə edirik. Davam edirik yolumuza. Burada 4-ə rast gələndə 4-ü 3-ün topu müqayisə edəndə görürük ki, bəli, 4, 3-ün cavab elə stackin topudur. 3-ü bura yerləşdiririk. Növbəti 4-ü yerləşdirdikdən sonra 2-yə çatırıq. 2 üçün cavab axtaranda 2-dən solda kiçik ədəd 4 şərti ödəmir.
silirik. 3 şərt ödəmir silirik. 2 şərt ödəmir silirik. Və ən axırda bura çatdırıq 1 şərt ödəyir. Ümumiyyətlə bu da şərt ödəməsəydi, onsa cavab mənfi 1 olacaq. Yəni stek axırda boş qalırsa, cavab yoxdur deməkdir. Yəni bunun solunda bundan kiçik ədəd yoxdur. Məsələn 1-ə biz başlayanda steki boş götürmüşük axı. Yəni bunun solu olmadığını stekin boş olduğundan bilirik. Ki cavab mənfi 1 vermişik. Və burada 2 artıq 1 cavab ödənəcək. Bu 2-ni də ən sonda onsuz da bura yerləşdiririk və onunla alqoritm tamamlanır. İndi gəlin bunu ölçək zaman mürəkkəbliyini. Bunun zaman mürəkkəbliyi hər bir elementi gəzirik. N əməliyyat burada bir dənə for dövrü işləyəcək. Bəs görəsən bu stekə əlavə edib silmək nə qədər çəkir? Əslində burada biz diqqətlə baxsaq, hər bir element stekə bir dəfə əlavə olunur. Hər bir element stekə bir dəfə əlavə olunur. Və hər bir element stekdən maksimum bir dəfə çıxarıla bilər. Çünki bir dəfə əlavə eləmişiksə, o bir dəfə çıxaracaq. Ola bilər ki, bəzi elementlər orada qalır. Niyə görə? Çünki irəlidə o cavab olacaq. Məsələn, görürsünüz, məsələn, 1 heç vaxt çıxmadı. Məsələn, 2 də ən sonda qaldı. Deməli, lap ən pis halda hər bir elementi oraya əlavə eləmək, silmək 2 əməliyyatdır. Yəni o time complexity ölçmək istəsək, hər bir elementi bir dəfə əlavə edib bir dəfə silmək n dən element üçün nə qədər eləyir? 2n. O 2n, bu da asimptotik. O n götürülə bilər. Və bu qədər optimal vaxtda işləmiş olur. Burada bizim bu mövzuya aid 2 dənə tapşırığımız var. Bunların birisi əskərlərin sırası məsələsidir. Yəni bu elə bilin ki, eyni məsələnin sadəcə böyük olanını istəyir. Deyirik ki, biz stek hələ ki boş deyilsə və stekin topundakı element indiki elementdən kiçik bərabərsə bunu silə-silə getsin. Yəni bu hansı prosesdir? Məsələn biz gəldik, çatdıq burada 2-yə. Gördük ki, 2-dən kiçik element yoxdur, topdan sildik. Bu da yoxdur, sildik. O elementə ki çatdıqsa ki bu şərti ödəyir, onu saxlayırıq. Əgər stek boş deyilsə, həmin top elementi çıxışa veririk. Əks halda mənfi 1 veririk. Yəni stek boş qalsa, deməli ondan solda həmin element yoxdur. İndi burada böyüyü istəyir deyə biz kiçikləri çıxardırıq ki, böyük axtaraq. İndi orada kiçiyi istəyirdisə, böyükləri başlayırıq topdan çıxartmağa ki, kiçik ədədə rast gələk. Yəni burada for daxilində while görünsə belə, bu while əməliyyatı hər bir element üçün ən çoxu 2 əməliyyatdır. Bunu da ki, izah elədik ki, bir dəfə əlavə olunur, ən pis halda da bir dəfə çıxarılır. İndi burada indeks istəyirdi bizdən. İndeks istəyirdisə, fikir verirsə biz indeksi push eləmişik və istifadə edəndə massivin indeksinə göndərmişik stekin elementini. Çünki biz indeksdəki elementlə müqayisə eləməliyik həmin elementin qiymətini. Yəni bu şəkildə də yazmaq olar. Və yaxud da birbaşa qiymət istəsəydik, biz bura AI-ni push eləyəcəkdik. Yəni indeks bizə lazım deyilirsə. Yəni bu məsələdə M tapşırığında gəlin baxaq, N tapşırığında indeks istəyir. Fikir verirsə, məsələn, 5-dən solda 5-dən böyük olan ən yaxın ədədin indeksi. Məsələn, 7. 7-nin indeksi neçədir burada? Məsələn, 7-də 6. Görürsünüz, baxın, 5-in yerinə 6 yaz. 5 üçün cavab 6-dır. Yəni 6-cı indeksdəki ədəd. Növbəti tapşırığımız bu tapşırıqda düzdür. Bu belə sizə formula kimi qəribə gələ bilər, amma burada açıqlama verir ki, bütün alt massivlərdəki minimumların cəmini tapın. Yəni bu nə deməkdir? Məsələn, minimum nədir? 2, minimum nədir? 1, minimum nədir? 1, sonra 1, 1, 3. Yəni bu minimumların hamısının cəmini istəyir. Yəni bütün alt massivlərdəki minimumların cəmi. Yəni biz burada bütün alt massivləri yenə də gözdən keçirə bilmərik. Çünki ON kvadratı zaman limitini aşacaq. Amma müəyyən indi alt tapşırıqlar olsaydı, sözsüz ki, yəni tam həlli yaza bilməsəz, alt tapşırıqlardan bal ala bilərsiniz. Yəni bu tapşırıqda bunun nearest smaller element, greater elementlə nə əlaqəsi var? Gəlin baxaq. Ümumiyyətlə biz bu məsələni həll edəndə deyirik ki, gəlin belə yanaşma eləyək. Deyək ki, məsələn, 2 neçə dənə alt massivdə minimumdur. 1 neçə dənə alt massivdə minimumdur. Yəni bu şəkildə yanaşma eləyəcəyik biz bu tapşırığa. Sadə cəm o tapşırığı. Tutaq ki, hər hansı bir x ədədi neçə alt massivdə minimumdursa, bu necə tapırıq? Biz deyirik ki, bu ədədin solunda elə bir nöqtədə ədəd var ki, buna ən yaxın olub bundan böyük bir ədəddir. Məsələn, A ədədi olsun. Bunun sağında elə bir ədəd var ki, daha doğrusu belə deyək də, bu əgər
hansısa bir intervallarda minimumdursa, yəni x-in iştirak elədiyi bütün atmosferlərdə minimumdursa, deməli bunun x-in solunda buna ən yaxın elə bir A ədədi varsa ki, x-dan kiçikdir, deməli bunun sərhədi burada bitir. Yəni bu artıq həmin atmosferdə x minimum ola bilməz. Həmçinin sağda da elə bir B ədədi varsa ki, x-dan kiçikdir. Baxın, A kiçikdir x və x-a ən yaxın ədəddir. Və bu şərti yazırım. Həmçinin B kiçikdir x və x-a ən yaxın ədəddir. İstəyirsiniz bir dənə nümunə verək. Məsələn, tutaq ki 2-dir. Sən bilmək istəyirsən ki 2 neçə dənə intervalda minimumdur. Deyirsən ki, gedim bunun ən sağında 2-dən kiçik bir dənə ədədi tapım. İstəyirsiniz 3 verək. 3-dən kiçik bir dənə ən yaxın ədəd hardasa tapırsan ki 1-dir. Məsələn, bunun solunda da hardasa bir dənə 2 ədədi tapırsan. Deməli, onda sən qərar verirsən ki, bu intervalların hamısında 3 minimumdur. Amma bura keçəndə artıq 3 minimum ola bilmir. 2 olur minimum. Məsələn, bu bura birləşəndə 1 olur minimum. O zaman biz burada neçə dənə alt massivdə 3 minimumdur. Məsələn, deyək ki, bunun solunda və sağında. Məsələn, bu şəkildə götürsək ki, 4 dənə ədəd olsun, 2 dənə ədəd olsun. Yəni, bu hara qədər minimum sayılır? Məsələn, buradan bura qədər, düzdür mü? Buradan bura qədər, buradan bura qədər bütün alt massivləri saysaq. Sonra buradan bura, buradan bura, baxın, hamısında alt massivləri götürüb saysaq, bu bizə 3-ün minimum olduğu alt massivlərin sayını verəcək. Deməli, biz deyirik ki, 3-ün minimum olduğu alt massivlərin sayı neçədirsə, bunu vursaq 3-ə, biz həmin o minimumların hamısını cəmləmiş oluruq. Deyirik ki, 3 bu qədər alt massivdə minimumdur. O zaman o qədər alt massivə görə 3-ü cəmləməliyik. Çünki bizə bütün minimumların cəmi lazımdır axı. Bunun üçün də biz nə edirik? 3-dən solda rast gəlinən ən kiçik yaxın ədədi tapırıq və 3-dən həmçinin sağda rast gəlinən ən yaxın ədədi tapırıq. Yəni, nearest smaller element soldakı və sağdakı tapılmalıdır mütləq. Ki, o sərhədləridir ki, o sərhədlərdə 3-ün iştirak etdiyi bütün alt massivlərdə 3 minimumdur. Bunu da biz 2 dəfə nearest smaller elementi çağıracaq. Birinci, gəlin onu tapaq ki, bu bizə özündən solda ən kiçik ədədin indeksini verir. Özündən solda ən kiçik ədədin indeksini tapır. Bu isə özündən sağda. Baxın, dövrü tərs başlatmışıq. Sağdan sola doğru başlatmışıq ki, hər bir ədəd üçün özündən sağda bundan kiçik olan ən yaxın ədədi tapaq. Biz özündən soldakiləri L-in massivində saxlayırıq. Özündən sağdakini R massivində saxlayırıq. Və gəlin burada məsələn yazaq. Deyək ki, bu olsun L. Bu da olsun R. Məsələn, bu indeksi neçə olacaqsa, bunun indeksinin fərqi vurulsun bundan bunun indeksinin fərqi qədər alt massivdə 3 minimumdur. Nə qədər eləyir bu? Məsələn, bunun fərqi 4. Bundan da bunun fərqi 3. 4 vur 3, 12 dənə alt massivdə 3 minimumdur. 1, 2, 3, baxaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bəli, baxın, buradan əslində bu kombinatorik bir yanaşmadır. Yəni, sol tərəfdən neçə element seçirik, 3-ün özü də iştirak eləyir. Sağ tərəfdən də neçə dənə element seçsək, bunları birləşdirsək, neçə fərqli variantlarla alt massivlər əldə edərik. Bu da 3-ün indeksi, yəni i-dirsə bu, baxın, bu i-dirsə, bu, deməli, bunun cavabı. I çıxılsın L, vurulsun R çıxılsın I qədər alt massivdə 3 minimumdur. Yəni, sol tərəfdən seçdiyim ədədlərdən hər hansı biri ilə sağ tərəfdən seçdiyim 3 özü iştirak edir. Bax, 4 dənə burada var, 3 dənə də burada var. Yəni, 4 vurulsun 3 qədər alt massiv çıxır. Bunların hamısında 3 minimumdursa, onda mən cəmin üzərinə vur 3 bu qədər cəmləməliyəm. Yəni, sum üzərinə bunu gəlməliyik. Və biz L, I ilə R, I-ləri hər bir element üçün tapdıqdan sonra, hətta onun solunda olmasa belə bir element, biz ona mənfi 1 veririk. Ki, o özündən soldakı bütün ədədlərdən kiçikdir. Yəni, özündən kiçik ədəd yoxdur.
Həmçinin özündən sağdakı bütün ədədlərdən də kiçik olsa ona da n indeksini veririk. Yəni indekslər 0-dan n çıx 1-ə qədər nömrələnib deyə olmayanda -1 veririk ki, o fərq düz nəticə versin bizə. Hər bir element üçün özündən solda və sağda neçə dənə ədəddən özü də daxil olmaqla kiçikdirsə, onların hasili qədər alt massivlərdə həmin element minimumdur və bu ədədi biz bu qədər cəmləməliyik. AI ədədinin hər birini bu qədər cəmləməliyik ki, nəticədə bütün minimumları alt massivlərdəki minimumları cəmləmiş olaq. Yəni biz burada bütün alt massivləri tapmaq əvəzinə hər bir ədədin neçə dənə alt massivdə minimum olmasını axtarırıq. Və bu da bizim məsələmizin həllini sürətləndirir. Məncə burada elə ən çətin tapşırıqlardan biri idi bu ki, bunu da izah elədik və burada qarışıq tapşırıqlardır. Daha çox two pointers mövzusuna aid tapşırıqlardır. Hardasa h-a qədər. Yəni A-dan h-a qədər two pointersdir. Bundan sonra 3 dənə tapşırıq sliding window. Bu da nearest smaller element mövzusu. Dərsimiz bu qədər. Sağ olun.